İctimai fəal Bəhruz Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində deyib ki, 6 il idi ölkədə yaşamırdı. Stat: Heç bir dövlət orqanında işləməmişəm, heç bir məxfi sənədə çıxışım olmayıb. Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm? O özünü təqsirli bilmir və həbsinə etiraz edir. Azərbaycan hakimiyyəti Tofiq Yaqublu barəsində ciddi düşünüb gecə olmadan onu azadlığa buraxmalıdır. Bunu Tofiq Yaqublunun qızı Nigar Həzi yazıb. Stat: Hər keçən saat, dəqiqə Tofiq Yaqublunu ölümə daha da yaxınlaşdırır. Yaşadığımız gərginliyi, narahatlığı, stresi anlatmağa söz tapa bilmirəm. Roma papası Fransisk 88 yaşında vəfat edib. Papa bu yaxınlarda iki tərəfli pnevmoniya diaqnozu ilə Roma xəstəxanasında uzun müddət müalicə almışdı. Yeni papanın seçilməsi yaxın günlərdə Fransiskin dəfn mərasimi ilə başlayacaq və Sistin kilsəsinin bacasından çıxacaq ağ tüstü ilə tamamlanacaq.